O söz yoxdur da, o sözlərlə biraz onu ifadə eləmək çox çətindir. O hissiyat tərəfdədir o. Yəni ki, necə ola bilər ki, 49 yaşında sağlam, həmişə gülən, həmişə həyatı sevən, yəni ki, adam gəlir idman zalına sağlamlıq üçün, ora ölmək üçün gəlmir. Amma görürüz ki, həyatda necə olur. Və qəflətən bir an içində biz onu itirdik. Əlbəttə ki, o həmişə bizim yaddaşımızda qalacaq, o səhnələrdə qalacaq, o filmlərdə qalacaq ki, hamımız biz ona baxanda həmişə gülərüzlə, həmişə xoş xatirələrlə biz onu yada salacağıq. Demək olar, hər gün bir-birimizdən zəngləşib, hal-əhval soruşurduq. Çox gözəl insan olub. Yəni, bizim hər birimiz üçün, yəni, onu tanıyan bütün dostlar üçün bu böyük bir itkidir. Yəni, şok vəziyyətindəyik. Ağlayırdıq gülməkdən, indi isə bağlamağı heç gözləməzdik, amma təəssüflər olsun. Dostumuz idi. Allah onun qohumlarına, yaxınlarına səbir versin. Cabir gözəl insan idi, gözəl dost idi, gözəl aktyor idi. Birdən qayıtdı ki, sənlə bizim heç şəklimiz yoxdur filan. Dedim, çəkdirək də. Bir nəfər cavan oğlan da gedəndə xahiş elədik ondan. O bizim şəklimizi çəkdi. Cabiri də tanıdı, məni də tanıdı. Və bu oğlan uzaqlaşandan sonra mən Cabirə etdim, ver bir baxım görüm nə şəkil alınıb. Baxdım, çox gözəl ikimizin bir şəklidir. Mən tələsirdim ittifaqa, amma o bura gəlirdi mədəniyyət mərkəzinə. Elə bir ki, getmək istəmirdi, ayrılmaq istəmirdi. Ondan xahiş elədim ki, sən Allah mənə bu şəkili mütləq göndər, bu mənim üçün əziz şəkildir. Və sonra qucaqlaşdıq, görüşdük, ayrıldıq. Mən bilməzdim ki, bu bizim son görüşümüz idi. Bu hadisə baş verəndə həqiqətən heç kəs inanmadı. Amma elə fikirləşirdi ki, bu yalan bir xəbərdir. Onu təkrarlayayım ki, həmin dəqiqə onun atası Milli Elmlər Akademiyasında konferansda çıxış edirdi. Qorxmaz mənim çox tanınmış bir alimdir. Ziyalı bir insan. Yəni ailəsini də yaxşı tanıyıram. Yəni təsəvvür ki, çıxış eləyəndə telefonu söndürür və çıxış eləyirdi. Həmin anda da hadisə baş verir. Çıxışı bitirəndən sonra ona xəbər verir ki, belə bir hadisə olur. Ata üçün ən çox böyük bir ağrı bir itkidir ona görə.